Nətər bir Və izah elə görüm. təzyiqdə Bir də de görüm. Mən həmişə Q müsbət olanda azalma götürürəm. Öbürsi də artır. Qayda belədir ki, misal, dayan bir dəqiqə. Elə bir Bir dəqiqə mənim azalan artan şeydədir mən valla. Elədim, baxmadım şeyə. Tamam, dəyişirəm, Şeydir seyirəm. cavab. Yaxşı, seyirədim. Hələ mən izah eləməmişəm də. Bir dənə burada qayda izah eləyəm misala. Sonra keçək. Bax, Ay bu misal. nətər adamdır. Ay nə vardı? Ay mən valla stres qalsın gələn də dərs Ehtiyacı yoxdur, niyə? Bax, Allah mən burada yox. biraz ötəsi şeylər. N2 üstə gəlinsin. Bir dəqiqə bunu da qalınlaşdırım. N2 üstə gəlinsin H2 alınır. Misal, məsəl üçün NH3. Bu reaksiya iki başlı reaksiyadır. Yəni bu reaksiya həm düzünə gedə bilər. Bayaq mən dedim, ox əgər NH3-ə doğru gedirsə bu düzünədir. Tərsinə gedirsə parçalanmasıdırsa bu əksinədir. Bura aydındır da elə yəqin ki. İndi bayaq dediyim kimi düzünə əksinə reaksiya. Dönər reaksiyadır yəni. Bax məsələn bu belə deyək də dönərliyi mən tarazlaşdırmaq istəyirəm. Tutalım ki deyirəm ox istəyirəm sırf ancaq bu tərəfə yönəlsin. Yəni deyirlər ki onda tarazlıq. Bax bura nədir? Məhsuldur yoxsa başlanğıc maddədir? Məhsuldur da elə. Deyirəm tarazlığı elə ki məhsula yönəlsin. Və yaxud tərsinə ona deyirəm tarazlığı elə ki başlanğıc maddələrə, yəni reagentlərə yönəlsin. İndi baxaq görək nə zaman hara yönəlir. Bax, indi bir dənə buraları mən sileyim bir dəqiqə qaydanı yazmaq üçün. Qayda bundan ibarətdir ki, ümumiyyətlə bilirik ki, birləşmə reaksiyaları müsbət 2 olur. Bunu bu hissəsində Elcan düz demişdi. Müsbət 2 buradır. Onun tərsinə nə olur Elcan? Mənfi 2 olurdu. Elə birləşmə tərəfi müsbətdirsə, onun əksi. Bax, əksi dediyim belə də tərsinə parçalanma olduğuna görə mənfi 2-dir. Və qayda budur ki, temperaturu artırsaq, həmişə tarazlıq mənfiyə doğru yönələcək. Temperaturu artıranda bu tərəfə yönəlir. Aydındır? Temperaturu artıranda hara yönəlir? Mənfiyə doğru. Azaltsaq, bax buraya yazam temperaturu artıranda. Azaltsaq hara yönələcək? Misal, müsbətə. Temperaturu azaldanda. İndi bir dənə bunu balacalaşdıraq görək sualımızda nə deyirdi bizim? Hara yönəltməmizi deyirdi? Deyir ki, sualı bir dənə hündürdən oxu, misal zəhmət olmasa. Dəqiqə. Deyir ki, reaksiyada temperaturun və təzyiqi necə dəyişdirmək lazımdır ki, hər iki halda tarazlıq NH3-ün əmələ gəlməsi istiqamətinə yönəlsin. NH3 sağ tərəfdədir. Bu tərəf elə? NH3 sağ tərəf. Aha, indi bu tərəfdə görsən müsbət yazılıb bura. Müsbət yazılıbsa, indi qulaq, o tərəfi mənfidir də elə. Bura müsbət yazılıbsa, mənə də deyir o tərəfə yönəlsin də. Yəni oxu deyir NH3 tərəfə yönəlsin. Temperatur artıraram yoxsa azaldaram? O tərəf azaltmalıyıq. Ay, sağ ol, temperatur azalma olmalıdır. B, C. İkisinin arasında qaldı. Təzyiqin qaydasına baxaq. İndi bunu yenə yekəldirəm. Bir dəqiqə. Mən bunu keçməmişəm. Aha, təzyiqi də yazdım sənin üçün qarışıqlıq olmasın deyə. Məsəl üçün bənövşə rənglə yazaq. Təzyiqdə hansı qayda var? Təzyiq üçünsə, misal, bax bu reaksiyanı təzdən yazıram. N2 üstə gəlsin H2, alınır NH3 2 başlı ox. Əmsallaşdıranda, bax bura qoy əmsallaşdıraq bir dənə. 2 bura artırıram, 6 dənə hidrogen, 3 bura artırıram, 6 hidrogen. Bununla qabağı 1-dir. Onsuz da əmsallarını özləri vermişdilər. Bizim şərtimiz nə idi? İstəyir ki, bu tərəfə yönəlsin də elə. Sualda deyirdi bu tərəfə yönəlsin. Qayda budur ki, təzyiq necə dəyişir? Bax, təzyiqi artıranda həmişə həcmin, yəni molların az olduğu tərəfə yönəlir. İndi səncə, burada nə qədər həcm var? Biri burada, 3-ü burada. 4 dənə yoxdur, 4. Elə. Burada nə qədərdir? 2. Mən təzyiqi artırsam, azalan tərəf haradır? Elə bu tərəf deyil. Elə. Deməli, mən təzyiqi artırsam, bəli, o tərəfə yönələcək. Deməli, cavab olacaq təzyiqi də artırmaq. Artırmaq hanı? Hə, C variantı. Elcan, sən niyə fikrini axırda dəyişdin? Mən orada elə birini azalmaq, birini artmaq dedim. Suala baxanda gördüm B-də ikisi də azalmaq verib.
Baxmamışdım ona görə. Amma başa düşdüm. Bax, təzyiqi artıranda həmişə həcmin azaldığına yönəlir. Temperatur bilirdim. artıranda, Vüsal, həmişə mənfi tərəfə yönəlir temperatur artıranda. Bizə müsbət tərəfi vermişdi, azaltmaq lazım idi temperaturda. Yaxşı? İndi Yaxşı. Elcanı